Deməli, GH bərabər olacaq G0 bölü 2. H hündürlüyündə sərbəst uçma təcili yerdəkindən 2 dəfə az olsun. Biz bunun üçün nə edirik? Yerdə sərbəst uçma təcilinin üstürü G vurulsun, M bölünsün, L kvadratıdır. H hündürlüyündə sərbəst uçma təcilinin üstürü M bölünsün, L üstəgəl H-ın kvadratıdır. Başa düşürük bura qədər. Aysu. İndi mən bunu tərəf-tərəf H-ın yerinə deməli, qiymətini yazsam. Deməli, G0 bərabərdir, G vurulsun, M bölünsün, L kvadrat. Burada da GH-ın yerinə G0 bölü 2 yazıram. Çünki GH G0 bölü 2 də bərabərdir. 2 dəfə azdır yerdəkindən. Deməli, bu da olur G vurulsun, M bölünsün, L plus H-ın kvadrat. İndi mən bunu tərəf-tərəfə böləcəm. Tərəf-tərəfə böləndə, o bunlar ixtisar gedir, burada 2 qalır, bərabərdir. Bu J'lər gedir, M'lər gedir. O bu da tərs asılı olduğuna görə R plus H yuxarı qalxır, R də aşağı düşür. O bunlar üçü də bir yerdə kvadrat olduğuna görə bir kvadrat altında yazıram. Deməli, buradan hər tərəfdən kök alsam, kök altı 2 bərabər olacaq. R plus H bölünsün R. Deməli, hər tərəfi nerə vursam, kök altı 2R bərabər oldu R üstəgəl H. Buradan H-ı tapsam, R-i keçirdirəm digər tərəfə. R, deməli, R kökdə 2 minus R. Buradan da R-in mötərizə xaricine çıxarsam, kökdə 2 minus 1 qalacaq. Başa düşdük? Bu qədər.